Herkes salam şollar necəsiniz? Varlığım deyirəm ki, yaxşısınız. Bugün sizlərlə birlikdə mükəmməl bir video ilə qarşınızdayım. Bugünkü videomuzda sizlərlə birlikdə hesab incələmə videosudur. Bugünkü videomuzda yəni öz hesabımı incələyəcəm. Sizlərə də ola bilər maraqlı olar. Belə baxıram ki, hesab incələmə videoları falan sevilir. Yəni Free Fire üzrə qəşəng sevilən video deyərəm ki, bəlkə də hesab incələmədir. Elmas xəstəmədən sonra təbii ki də İnşallah belə çox uzatmadan edək və yavaş-yavaş keçək hesabı incələməmizə. İlk növbədə istəyirəm hesabımızın necə deyim, bu qəhrəman kasma yerlərindən başlayaq. Bu hesab neçə demək olar ki, neçə vaxtlardır heç nə kasmamışam bu hesabda. Aktivliyini öldürmüşdüm. Yəni buradan qəhrəman amblemlərinə baxanda ilk qəhrəman olduğu sezon 29-cu, ən son olduğu da 46-cı sezondur. İndi bilmirəm neçənci sezondur. 17 dəfə elə bil Allah S52 bu şey mi demək? Sezon 52-dir indi. Dəqiqə 46. 6 sezondur kasılmır lan bu hesab. 17 dəfə qəhrəman bırıda olmuşuq. Buradan baxmaq. H-də isə 34-də olmuşuq ən son. Birincidə 18-də olmuşuq. Yəni H-də də 15 dəfə qəhrəmanlığımız var. Gəldik sağ tərəfdə silahların spoilerini yeyə bilərsiniz o heç. Sonra hesabımızın səviyyəsi 65 səviyyədir. Normal, ideal bir şeydir. Səviyyədə elə də nə çox deyil, nə az deyil. Like'ımız 8900 like var. Like pis deyil. Yaxında 10k eləyəcək. Elə də pis deyil. Like'ımız normaldır. Gələk buradan geri çıxa bilərik. Belə kafadan vuruş oranını falan heç ehtiyac yoxdur. Çünki oyunu neçə vaxt buraxılmışdı. Yenidən başlamışıq. Bu arada kombinmədə yorumlarda 10 üzərindən neçə puan verərsiniz, onu yazarsınız. Gələk yavaş-yavaş kasada. Kasa cəhətdən güclü hesab deyil. Yəni bunu bəri başdan deyim. Çox güclü hesabda deyil kasa üzərindən. 81 dənə ümumi kombin dəsi var. Yəni belə dəs olaraq alınmış 81 dənə qutulu falan belə yerimiz var. Kullanılmıyor. Qadın üçün olanlar bunlar. Yəni kullanılmıyor. Yəni ümumi olaraq qadınlı kişili belə 81 dənədir. Sonra gəldik 2 dənə belə bunlara nə deyirlər bilmirəm. Dəst deyir də, bir dənə köpək balığı, bir dənə də tum-tum sahurdur. Heç köməyi heç yoxdur. Yavaş-yavaş keçəcəm. İndi buraya özünüz baxarsınız kaskda. Çünki 112 dənədir. Elə nə çox deyil dediyim kimi. Ortadır da, yəni kombin qurmağa bəs eləyəcək dərəcədə var. Kefka deyim, saç deyim, nə deyim. Yəni bəs eləyir də məndən təri. Sonra gələk maskalara. Maskalar da pis deyil. Yəni aralarında belə elmaslı etkinliyin şeylər də var, yəni kasılmış alınanlar da var təbii ki də. Sonra gəldik gözlərə. Gözlərdən elə bu işıldayan gözümüz var. Oyun bunu o vaxtı pulsuz verirdi. Bilmirəm mən nə vaxt almışam, amma çoxdan bir şey deyə xatırlayıram mən bunu. Yəni olddu. Sonra belə qırmızı gözümüz falan var. Nəysə belə yavaş-yavaş keçirəm, özünüz baxarsınız. Qəhrəman üçün olanlar da var belə. Bir dəqiqə. Sonra belə təbii ki gözümüzü quşanırıq, ən xoşuma gələn budur. Gəldik kombin üzərindən belə bir kombinimi istəmirəm çoramaq. Təbii ki kofta budur, belə bədənimiz təbii ki var, bir dənə indirəsin bədəndə. Bu arada da siz nə ağarırsınız, bu indirilənə qədər like atıb abunə olmağı unutmayın. Belə də bir kombin qurmaq olur, bu işə qəşəng dəst edir. Amma mən yenə də belə quşanıram, çünki belə xoşuma gəlir. Nə bilim. Sonra bunlar niyə indirməmişəm? Kasalar gərək indirərdim. Yağımda deyil, silahlar falan indirmişəm, yəqin kasalar indirilməyibdi. Nəysə, belə yavaş-yavaş keçirəm. Sonra belə bir şey də var, bunu da indirilməyibdi. Nəsə biraz problem oldu. Onsuz da tez indirilir, elə gecə olmur, bu da pis deyil. Yəni belə dəst qurmaq olur da bu şalvar varsa bəs eləyir. Bu arada elmaslı idi xatırlayıram. Nəysə, elə elmaslı bədənlər çoxdur, qaqam bir dəqiqə gözləyin. Sonra nə bilim belə fərqli bədənlər də var, özünüz görürsüz burada. O belə məsələn bu da o gözün səhv eləmirəmsə bədəni idi. Qırmızı gözün. Yavaş-yavaş keçirəm, elə özünüz baxarsınız. Məsələn belə qəşəng koftalar var, hətta bunda qalsın hələ ki. Məsələn sonra belə bir şeylər də var. Təbii ki bunda qalsın. Bu da elmaslı idi bəlkə də, xatırlamıram tam. Bu hesab yəni kasa olaraq o qədər güclü deyil təbii ki. S29-un təbii ki bayaq görmüşdük. S29-un da la telefon markasına oxşatdı nəysə. S29 yəni sezon 29-un qəhrəman şeyi də var. Təbii ki çox güclü demək deyil. Mən 28-dən 27-dən başlamışam. Deyəsən oyunu. Yox, daha əvvələsində 28-29 yox. Çox dəfə əvvəl belə bir 25-də 24-də falan başlamışdım. Səhv eləmirəmsə mən oyuna. Sonra nə bilim bax belə bir şeylərimiz var təbii ki də. Yenə burada kostyumlarımız da var.
endirli olmasa var, belə var. Sonra belə bir bədən var, nə bilim hardan almışam, yadımda deyil. Futbolçu şeyinə oxşur ola bunlar, nə bilim qəribə şeylər var. Yavaş-yavaş keçim, siz yenə də baxarsınız və like atmağı, abunə olmağı unutmayın. Qadın olanları heç göstərməyəcəm, o qədər də ehtiyac yoxdur. Sonra yuxarı qalxaq, bayaqki ağ paltarımızı kuşanaq və yaxud qarı da kuşana bilərik. Ağı kuşanaq daha zor durur. Ağı kuşanaq keçək şalvar qisminə. Bu arada 217 dənə kasası var idi, yəni kasası tank nəysə. Düşürük şalvara, 150 dənə şalvar dəsimiz var, şortikli falan da belə. Ən xoşuma gələn təbii bu sarıdır, yəni qəşəng SNS kombini qurmaq olur bununla. Sonra belə qara şalvarımız var, endirilməsə də var təbii ki də. Endirilməyibdi, kəşke endirmiş olaydım hamısını. Amma yadıma düşməyib də indirmək. Görək, yavaş-yavaş keçirəm, özünüz baxın, hamısını bir göstərməyəcəm. Nə bilim, belə. Artıq qayda bilərik buradan. Belə, nə bilim, pis deyil, belə cinslər falan da var. Ən yaxşısı yenə sarı dediyim kimi. Gələk 116-dan da ayaqqabı var. Buradan da təbii ki ağ ayaqqabımız, olmazsa olmazımız var. Elə hətta bir dəqiqə, hətta elə bunda dursun, belə çoxlu barmaq arası da var. Nə bilim, çoxlu rəngləri var onun məndə. Belə ayaqqabı olaraq mən 2-3 dənə istifadə elədiyim var. Bir barmaq arasıdır, belə ağ ayaqqabıdır, bir bayaq kuşandığım fərqli qara fason bir ayaqqabıdır. Belə hətta krasovka kimdir, bax bu. Budur, yəni belə. Hətta bot gedir, nə deyilir bu? Türkçə, nəsə. Ağ ayaqqabımız, nəysə bu qismini keçək. İfadələrimiz endirildi, bir də ona baxaq. Məncə endirilmiş olmalı idi. İfadələr. Allah, ifadələr niyə indirməmişəm mən? Yadımdan çıxıb, nəysə. Keçək ifadələrə. İfadələrin də hamısını bir göstərməyəcəm. Əsaslar və əlavələr, əsas birinci kuşandıqlarını da burada görsənənləri göstərəcəm. Belə bir ifadəmiz var. Yəni, rəqibi qışqırtmaq üçün istifadə olunur əsasən. Yəni, zəifsən, gəl deyir. Come one, visi one. Sonra belə yumruq üzərində oturan bir ifadəmiz var. Nə bilim, belə hoppanıb düşən bir dənə ifadəmiz var. Bunlar hamısı elmastik deyə xatırlayın. Bir dənə bunu yalan deyərəm. Bəlkə hardan salmışam bunu. Sonra budur, yenə elmastik ifadədir. Qəşəng təbii ki, bundan vuruş falan satmaq olur. Sonra belə bir dənə boya ifadəmiz var. Ona da elmas vermişdim, bilmirəm nə qədər vermişdim. Amma elə də aşağı deyil də, bunun elması 700-ə yaxın elmas var idi, səhv eləmirəmsə. Amma mən etkinliklə almışdım bəlkə də. Sonra belə bir dənə bunu şeydən almışdım. Oyun kastıqca hər kəsə verir bunu. Yəni o cəhətdən pis ifadə deyil, kassanız normaldır, yəni çünki durmur da heç vaxt, məsələn uzanır və burdaca istədiyiniz vaxt qədər dursun burdaca. Heç vaxt durmayacaq, saniyəsiz, yəni sınırsız. Sonra belə gülməyimiz var, hesabımızın ən gözəl ifadəsi deyərəm. Düzdür, mən istifadə eləmirəm o qədər, amma qışqırtma videolarınızda da zor gedər də, yəni gülmə olmazsa olmaz. Sonra bir dənə də belə top silən ifadəmiz var. Ümumi 45 dənə ifadə var hesabda. Yəni belə bəs elə də burada olan bəs saltolar falan var, nə bilim. Belə ifadələr falan var. Bunların da çoxu yeni elmasdılar da, çox kuşanmayacaq. Bu nə də olar? Oynamaq ifadələri da var. Amma bir dəqiqə məndə belə ifadə var idi, eləmi? Sağa sola hoppanan ifadə deyiləm bu. Dans eləyirik, kərtənkələ dansı. Hə. Bunu da kuşana bilərik, rəqib qışqırtmaq üçün lazım ola bilər. Nəsə yavaş-yavaş keçəcəm, siz özünüz baxın, yəni. Qoy bunu dayandırım, bu oyunu FPS-ini indirməsən, kasma olmasın oyunda. Yəni dediyim kimi, siz özünüz yavaş-yavaş baxa bilərsiniz. Olavonun bu forması da var. Oba, canım oynayır. Kərtənkələ dansı V2. Nəysə. Belə fərqli bu formada ifadələrimiz də var. İndirili olanlarını göstərdim. Bunu bilməm hardan almışam, yalan deyərəm. Bu da belə bir qəşəng ifadəmiz də var idi. Bunu da istəyirəm sizə göstərdim. Bu da sınırsız müddətlidir. Yəni istədiyin vaxt qədər ifadəyi çəkə bilərsən. Əlində tutur belə sol əlində balıq, sağ əlindəki nədir? Toyuğa oxşuyur, bilmirəm. Balon balığıdır, nədir o? Nəysə, elə bir şeydir. Təəssüf ki, bunların heç birindən yoxdur hələ ki, amma yaxındalarıq da, bunda problem deyil. Nəysə, keçək şu an poz qismində falan bir dənə göstərməliyik, nəsə lazımı, Allah oyun çöktü deyəsən.
Aha, poz qismində görək nəsə varmı göstərməli? Yox. Buralarda elə bir çox bir şey yoxdur. Kolleksiyon çantaları göstərdim. Özünüz yavaş-yavaş baxın. Onsuz mən heç vaxt lobbydə falan göstərməyə quşanmıram. Belə baxın, qanat falan var, BTS-li falan. Ona görə quşanmıram heç vaxt. Qanat qara falan olsa yenə hər gedər, qəşəng quşanmağa deyər, amma çox böyükdür də, yəni gözəl gəlir təbii ki də. Ona görə gərək quşanmayaq. Heç bunu da istifadə eləmirəm. Burada nə bilim belə var da hər şey. Məsələn XM8-in deyə xatırlayıram bu. Hə, elə XM8-dir. Nə bilim loot sandığıyla bunu quşanaq. Var da belə loot sandıqları. Elə bunların çox dəyər verən inanmıram ola. Sonra valla spoiler idi nəsə. Belə paraşütlər də var. Təbii ki, normal paraşütlər də var. Desenli. Pis deyil, yəni normal paraşütlərdir belə. Jump, oppan var deyə də, droppan deyə. Sonra nə bilim. Amma bizdə təbii ki, bundan da var. Biridə düşəndə, yəni heç paraşütə ehtiyac olmur. Birbaşa bundan düşürük. Ona görə paraşütün bir öydənmə qalmır mənə görə. Bunda sir şeyində çıxartmışdım. Sirri küp neydi la? Oraya kasada sirri küp zad verir. Boya pasta daha düzü. Elit pas gedir də, elit pasta çıxartmışdım. Kaykaylar da var, yavaş keçirəm, özünüz baxarsınız. Nə bilim, qəşəng kaykalar zadlar var belə, amma məsələn bu endirli deyil. Nə bilim, qəşəng hoverbotlar var Frost'u. Nə bilim, elə bunda quşanlı qalsın, yavaş keçirəm, özünüz baxın. Ördək falan da var. Ördək V2 də var. Nə bilim. Bu oyun nə qədər ördəklərə önəm verir ki. Nəysə. Musiqilər təbii ki, buraya keçirəm, qəşəng musiqilər. Gəldik bir hesabı hesab eləyən qismə. Hesabın ən önəmli yerinə. Nədir o önəmli yer? Hesabın silahları. Burada silahların hamısı indirilidir. Ürək rahatlığına göstərə bilərəm. M4A1 8 dənə desenimiz var. Yavaş keçin baxın, belə qəşənglərindən göstərəcəm. Təbii ki, evomuz falan yoxdur M4A1-də. Atış izi 2 olan quşanmışam. Bu da elə. Demək olar ki, bu yaxın bir şeydir elə. Doldurmazdan qısır pis deyil. Gəlir AK-lərdə 6 dənə AK-miz var. Bunu indi sizə bir dənə olayını danışım. Səhər girmişdim ki, video falan çəkmək üçün. Bəlkə görüm klan aça bilirəmsə, klan açım dedim. Bu arada 5000 qızıl eləyən kimi, yəni paşdı 1700 yoxla 1700 nə idi? 1172 elmas qızılımız satmır, onu da kasan kimi bir dənə qəşəng klan açacağam. Gələrsiniz, iştirak eləyərsiniz. O adımı da dəyişdirmə kartı alandan sonra birindən dinamik çəkəcəm kimlərsə takipçilərdən. Ondan sonra da ad dəyişdirmə kartı alan kimi adım dəyişəcəm. Hə, bu AK-nin söhbəti nə idi? Səhər girdim ki, klan açılıb, bilirəmsə açım. Allah, girdim gördüm, elə xoşuma gəldi. Evon gördüm 40 elmasam 50 elmasa 40 elmasa çevirmək olur. 5 çevirmədir. Gördüm bir dənə elə belə çevirdim. Dedim, elə bir içimə nəsə hissiyat gəlmişdi. Çevirdim, çıxmadı. Bir də gördüm yenə hələ indirimlidir 40 elmasa. 20 dəfə çevirim, daha nə olar, daha bir dəfə bastıq insan, yəni batdı balıq yan gedər də, gedir getsin, nə olasdı. 5 çevirmə eləyir. Bir dənə də çevirdim, AK, gördüm AK-nin üstündən keçdi. Dedim ki, çıxdı da AK füsuyor. Baxdım, zor oldu, qəşəngcə çıxartdım AK-mizi də, əla hətta. Yəni deyərəm ki, ən ucuz aldığım ev oldu, 80 elmasa, bir dənə ev sahibi oldum. 80 elmasa özdə ən qəşəng evonun biri də AK-də zor ev oldu. Nəysə, tərifləməyə keçdik. Başqa AK-lər də o qədər güclü deyil, AK oyundan. AK qismində o qədər də çox güclü deyil hesab. Elə yaxşı olduğuna görə AK-mizi aldıq. Skar cəhətdən də biraz zəifdir. Atış hızı 1, şarjör 1, kalan yerdə 2 dənə fərqli skarımız var. Grozadı, evomuz var və yanında da 3 dənə dostu. Əsasən atış hızı 1, bilmirəm neçə səviyyədir, 2 səviyyədir. AK-miz hələ 1-də onu da yüksəldəcəm. Hətta bu videoda kutu da aça bilərdik. FAMAS, qəşəng FAMASımız var, hasar 2 və menzil 1. Qrafikçilər görürsünüz, FAMAS oynayan artıq demək olar ki, 0-dır. Çox insan oynamır artıq, görsəl götürmür. Amma dürbün 4x dürbün, susturucu, FAMAS dürbün açıb bağlamaq, yəni oldlar başa düşər, o çox zor idi, amma artıq yoxdur. Eləyən yoxdur artıq. Bilmirəm artıq dürbün falan nə temalar var. Nəysə, 2 səviyyədir XM8-imizdən xoşuma gələn ev olan biri AK-dir, biri XM8 mənə görə. İkisi də var hələ ki. Bunların daha düz ifadələrinə görə xoşuma gələndə, ifadələrim çox xoşuma gəlir bunların. Nəysə, bundan başqa da 3 dənəsi var. An94 yenə evo var və plusdakı yanında 4 dənə An94 desenimiz var. Plazmadır, elə belə tez-tez keçin bunları. Elə də vacib silah deyil. Plazma əslində zor silahdır, amma oynayan azdır. Havkumuz belə hasar və zırhlanma bir pis deyil. Sonra belə parafalımız evodur. Plusdakı qəşəng bir atölyemiz var, köhnə atölyelərdən. Atış hızı 1, sabitli 2. Qəşəng atış hızı 1-ə görə almışdım elə bunda. Yəni parafalım evo daha yaxşı, atış hızı 1 hasar verdi. O bir dəqiqə bu nə idi? Sabitli heç nə. Kasımla yavaş-yavaş yüksəlsə pis deyil. Xeyli parafal desenimiz var, 9 dənə. Çıxım oyundan əlim dəyir, çıxmaq istəyir. Nəysə. Ola bilər dediyim kimi videomuz uzun olar. Problem yox, kəsə bildiyimiz qədər kəsək. 3 dənə yal sapqındır. 4 dənə bu G36, hə G36 imiş. Kalkan tapancası yoxdur. Onun deseni spesial yoxdur oyunda. 3 dənə M14.
2 dənə SKS. Bu sevilin deseni də zordur. Zırhdəlmə 2-dir. Adamı böyür üstə qoyulan konkret. Qəşəng deseni də görsənişi də zordur. 6 dənə ASK-kanımız var. Atış hızı 1 olan ASK-kanımız var. Belə qəşəng tips deyil. 6 dənə ASK-səsimiz var. O qədər güclü deyil ASK-səsin tərəfində. Zırhdəlməyi kuşanmışam. Bu nədir? Atış hızı kuşanaq ona görə. Atış hızı da önəmlidir ASK-səsin çünki armud atar kimi atırdı. 5 dağda bir dənə gül atır. Ona görə atış hızı önəmlidir. M249 bir dəqiqə. M249 və I60. I60 nədir ola? Yenə alın benim heç M60. 2 dənə M60 bu zombi səhv eləmirəmsə. Bu da hasar bir şarjör bir. Bu hasar artı 9. Mən nə də danışamadım dedim topladım. Nəsə bunda qaldı. Sonra bir dənə korddur. Bunun bir dənə deseni var idi. O da məndə var. Bilmirəm bir dənə başqa fərqli desenləri var. Yalan deyirəm. Hələ ki gördüklərindən biri var. O da var. Yəni məndə. Atış hızı pis deyil. Gəldi UMP 12 dənə UMP desenimiz var. Özüm görünüşüm bot kuşanmışam deyəsən, yoxsa kuşanmamışam bu yaxşı. Atış hızı 2 şarjörü endirsə belə atış hızı 2, yəni canavar deməkdir bu UMP-də. Yəni 12 dənə UMP desenimiz var. Nə bilim pis deyil, qəşəng bir UMP-dir. Sonra MP5 atış hızı 2-dir yenə. Bunda nə ilə salmışdım? Elmasla mı kasmışdım? Nəsə eləmişdim, bilmirəm nə tər salmışdım. Yenə fərqli olaraq 5 dənə də MP40 idi. MP5-imiz var. VSS 2 dənədir. Elə çox oynamıram onsuz. Bunda sabitli 2 bu nədir? Hasar 1, sabitlik 1. Bu bir dəqiqə bu daha yaxşıdır özəllik olaraq. Hasar 2 MP40-ımız var. Yəni belə keçirəm, elə çox oynamıram, MP40-da o qədər çox götürmürəm də. P90-ımız var, hasar 1 falan. Sonra bunun silahın deseni yoxdur, Thompson-da elə güclü deyil, Thompson-da həddən. Sabitlik bir şarjör, bir zırhdəlmə, bir şarjör, bir şarj bu daha yaxşıdır. Sonra atış hızı 1, doldurma hızı 1. Bu da yaxşıdır, çünki sürətlidir. Sonra makonumuz var 7 dənə. Bu yaxşıdır makon. Yəni desen olaraq yaxşıdır. Elə çox oynamıram makon mən. Xoşum gəlmir, tutuzduramıram. Biz onda yenə bir dənə desenimiz var. Sonra gəldik altılı pompalı qismində. Altılı pompalımızda bir dənə Evo'muz var. Qalanda zombi olanımız da var təbii ki də. Sonra fərqlənən başqaları da var. Bilmirəm nətər almışam. Bunu mən sənə hardan almışam, bilmirəm, yadıma gəlmir. Amma bu yaxşıdır. Yəni atış hızı 2 eləmişəm. Yəni yelik dağıdır promoy. Sonra spas 2-dir. 2 dənədir. 2 nə idi? Hasar 2-dir bu arada. Spasımız da qəşəngdir. Bu da yelik dağıdır. İkili pompalımızdır. 3 səviyyədir. Bunda 4 eləsəm bu da atış hızı 2 olur, hasar 2 olur. Yalan deyirəm. Atış hızı 2 olur bəlkə də. Yəni yaxşıdır. Bir dənə də yanında fərqli bir hasar birimiz var. Sonra mag 7-dir. 5 dənə mag 7-miz var. Sonra şarj bozan bir dənədir. Dragon 2 dənədir. Gəldi keskin nişancılı AVM cəhətdən güclü deyil. Hesab bəri başdan deyim. Yəni zəifdir. AVM bir dəqiqə görün sürətli hansıdır? Doldurmaz hərəkət hızı, doldurmaz menzil. Şarjör. Hərəkət hızı şarjör. Bu doldurmazını qısmasaydı bunu götürərdim. Zırh dəlmə, şuna menzili qısaldı. Elə bu yaxşıdır. Yeleyi dağıdır nəysə. Kar 98 2 dənədir. Buzqran, buz arxasından vuran balet. Yılan bu nə də tanrıçası. Yılan tanrıçası 2 dənədir. M24 5 dənə. Yəni özünüz baxa bilərsiniz belə çevirirəm. Bir dənə belə şifa tüfeyidir. Bunlar istifadə edən yoxdur. Bir dənə də VSK-dır. VSK qıqam. USB deseni yoxdur. Bilmirəm gəlib bu oyuna heç. Deagle 2 dənədir. Güclüsü yoxdur çox belə. Hasar 1 doldurmazı 1, hasar 1 var. Hasar 1 doldurmazımız 1 kuşanlığı yaxşıdır. Danışamıram, yarıda bir dilim gedir. Sonra qulaqlarımız var belə 3 dənə. Biri ömürlük deyil, atış hızı olan kuşanaq. Ömürlük olmasa belə bir gün saldıq al qoyanda bunu kuşanaq. Nəysə, sonra bir dənə belə yaxın balaca pompalımız var 2 dənə. Bu yaxşıdır, mənzil daha yaxşıdır. Sonra belə 4 dənə M500-ümüz var. Etskasanlar üçün ola bilər vacib olar. Çox desenlərimiz də var inşallah. Belə maraqlı bıçaqlarımız var. Almaq istəyən Instagramdan hashtag nəydi Allah ağzıma gələn danışır. Nəysə. Belə kili pistol var, USB var, kili. Mini Uzi bir dənə döymüş 4 dənə imiş. Doldurmazdı ki, bu daha yaxşı olmuşan. Yəni daha önəmlidir. Bu da bunlara ehtiyac yoxdur. Keçək bu tavalar belə tez-tez keçirəm. Baxın bir girib göstərməyim. Pallalardan da qəşəngləri var belə. Pallaların hamısı zordur belə baxın. Ola qəşəngdir bu kuşan. Belə fərqliləri də var. Nə bilim, gitar falan kimi şeylər də var. Bu xoşuma gəldi. Bundan xəbərim yox idi. Yaxşı oldu kuşandım. Beyzbol sopasından həm fərqli şeylər var. Maraqlı süpürgə ala bunu kuşan. Omeletli falan ağaclar var. 13 dənədir. Katana 4 dənədir. 1 2 3 4 hansı daha qəşəng göstərir. Bu yoxsa bu pis deyil amma bu yaxşıdır. Bunda qalsın. Tırpan da 3 dənədir. Bu daha yaxşı göstərir bu arada. Bunu kuşanaq. Gəldi yumruq bir dənədir hesabdan ümumiyyətən. Bilmirəm kim nə qədər elmas xəstəm. Kimlə yaxın elmas vermişdim bilmirəm. Yoxsa 1000 neçə yüz elmas vermişdim. Gör bir dəqiqə. Şeydə belə videolarında var dəstək qəbul eləmirəm. Gəldik əl bombalarına. 26 dənə bombamız var. Yəni tez-tez keçəcəm belə çox da göstərməyim. Aradan bir iki dənəsini seçib götür. Bu nə olur? Fərqli stil bir şeylər. Bombanız çox bilinlik olmasın. Yəni balaca bir şeylər yaxşıdır. Yaşıl bombayı götürürəm çox vaxt mən. Çünki yaşıl bomba düşdüyü yerdə çox bilinmir. Məsələn bilmirəm bu gözə çox tez çarpmır da. Bu qəşəng məsələn bunu kuşan. Ben həmişə bunu kuşanmışım deyəsən. Pis deyil bunu kuşan nəysə. Muhafız duvarı 15 dənə buz, yəni qardiyan desenimiz var. Hamısını bir göstərəcəm. Belə bir qardiyanımız var. Nə oynayır deyə buna. Nəsə ağlımdan getdi. Tenis idi, yox tenis deyil. Belə bir dənə qardiyanımız var. Prime 1-də verilmiş deyəsən. Belə bir dənə qardiyanımız var, elmaslı. Buradan da elmaslı var belə. Bu oyun yerdən özü verilmiş. Bunu bilmirəm hardan almışam. Bunu da oyun vermiş olar. Bunu da oyun vermiş olar. Bunu da elə bir şans otomatından falan satmışam bəlkə də. Bunu da oyun veribdi məncə. Bunu yalan deyərəm. Bunu bilmirəm artıq. Yəni belə görsəm bu elmaslıdır. Bu da pis deyil. Hansı yaxşı, hansını kuşana bilərik baxaq. Buna yenə çıxmışam oyun. Bunu kuşanmışam, bu yox. Bu da yox, bu da yox. Bu da pis deyil. Ya bunu kuşanaq, ya bunu. Bunu da kuşanaq. Nəysə, gəldik digərlərində də bunlardır. Elə vacib deyil olan ki, yəni bundan da başqa heç nə yox. Nəsə uşaq, hər şeyi göstərdik tam olaraq. Allah bir dəqiqə yumruğumuz getdi, yumruq kuşanaq. Tez bazar əlimizə.
Bu video editləmə əziyyətli biraz nəysə. Bu arada uşaqlar, hesabımı sevdirsəniz o yorumlarda onun üzərindən puanını verə bilərsiniz hesabın. 65 səviyyəyə görə necə bir hesabdır, yəni ona görə puan verin. Nəysə, yorumlarda görüşərik. Özünüzə yaxşı baxın. Sağ olun, salamat qalın. Bu videoya bu qədər abunə olmağı unutmayın. Təbii ki, like atın, yorumlarda özünüzü göstərin. Sağ olun, salamat qalın.